Biri insani qardaş olsa, onu çalışmalıyıq, həqiqəti ona tanış eləyək. Biri imani qardaş olsa, onu həyatda gərək əlindən yapışaq bir-birimizin. Hədislərdə var, qardaşların, iman qardaşların bir-birinə 30 dana haqqı var. Məsələn, onun xəstələnəndə baş çəkməlidir, onun çətinliyində kənarında olmalıdır, onun qeybəti olanda müdafiə eləməlidir. Əcib sözdür ha, demir onun qeybətini eləməsin. Qeybətini eləməsin heç. Bir məclisdə onun dalınca danışanda ondan müdafiə eləməlidir. Bu, iman qardaşlığının nəticəsidir. Və bizə bir cür tövsiyə ediblər. Öcür yaşamağı bizə çağırıblar. Bu dini qardaşlıq yaransa, beheşdə yaşayar insan. Beheş dünyada olar.